Salam əziz kazino sevərlər. Bugün mən sizə depozit etməyi öyrədəcəyəm. Bu barədə suallar çox gəldi və düşünürəm ki, artıq bunu video şəklində sizə təqdim edim. Balansınız sıfırdırsa və yaxud da istənilən bir halda depozit etmək istəyirsinizsə, sadəcə depozit in one click basırıq buna. Visa kartla və ya master kartla ödəniş eləmək daha rahatdır, depozit etmək daha rahatdır. Seçirik kartı. Mən Visa ilə eləyəcəm. Vizanı seçirik. Minimum depozit 10 manat olmalıdır. Hətta artıq azalıb 5 manatdır. Əvvəllər 10 manat idi. Mən belə deyim 10 manat depozit edəcəm. Promo kod yazmışam sizə. AZ123 və davam edirik top up basaraq. Burada mən kartın məlumatlarını yazmalıyım. Kartınızın 16 rəqəmini yazacaqsınız. Bitmə müddətini yazacaqsınız və kartınızın arxasında olan 3 rəqəmi yazacaqsınız. Bunları heç kimə, əsasən də kartınızın arxasında olan 3 rəqəmi heç kimə göstərməyin ki, sizin pulunuzu başqa adamlar mənimsəməsin. Mən burada videonu bir müddətlik durduracağım. Kart məlumatlarını daxil edib davam edəcəm. 3D security kodumuzu daxil edirik. Və bundan sonra balansımız artmalıdır. Ödənişimiz oldu. İndi balansımız artacaq. Ola bilər bu bəzən mən təcrübədə yaşamışam. Baxın 0-0 görsənir. Narahat olmayın bu halda. İlk vaxtlarda mən həqiqətən çox narahat olurdum. Düşünürdüm ki, bir win mənə atdı və yaxud da və s. Amma sonradan gördüm ki, yox. Bu sadəcə balans artımı gecikə bilər. Səhifəni yeniləyin, bir müddət sonra görəcəksiniz. Həqiqətən də çox geciksə, əslində qaydalara görə 1 saat ərzində balans oturmalıdır. Çox gecikərsə, aşağıda support hissəsi var. Buradan sağ pəncərəni açırıq və support var. Oraya yaza bilərsiniz, 7-24 işləyirlər. Balans hal-hazırda 0'dır. Mən aviator oyuna keçim. Aviatorda sizə 1-2 oyun oynayaraq balansımı biraz artıracağım. Sonra isə istəyirəm balansdan çıxarışı göstərim sizə ki, suallarınız bu barədə olan suallarınız cavablandırılsın. Sadəcə balansım hal-hazırda 0 olduğu üçün oynaya bilmirəm. Amma indi düzələr. Dostlar, indi biz pulu çıxartmağı öyrənəcəyik. Burada depozitin yanındakı 3 nöqtəyə toxunuruq. İstəyiriksə hesabımıza keçə bilərik. Və burada withdrawal var. Ora basırıq. Minimum 24 manat olmalıdır çıxarış üçün. Mən gün ərzində müxtəlif saatlarda oynayıb 10 manatdan pulumu 24 manat 80 qəpiyə qaldıra bilmişəm. Və payment'a basıram. Mən minimum məbləği 24 manat daxil edirəm. Bank kart nömrəmi daxil edəcəm bura. Bu arada videoya kiçik fasilə verim. Bank kart məlumatlarımı daxil edəcəm. Bir şey diqqət eləyərsiniz ki, 24 manat fikir verin, yazılıb minimum 24 manat, maksimum 1100 manat. Eyni vaxtda çıxara bilərsiniz bir çıxarışda. Əgər siz 23 manat yazsaz, bank kart nömrənizi düz yazsaz belə, bu continue sözü açılmayacaq. Yalnız bank kart nömrələri, belə deyim, özümdən bir rəqəmlər atım bank kart nömrəsi olaraq. Daxil elədim, düzdür. Continue açıldı. Mən bunu 23 eləsəm, continue açılmır. Bu şəkildə continue basırıq və davam edirik. Pulumuz maksimum 5 dəqiqə ərzində kartımıza oturur. Burada müəyyən exchange, valyuta dəyişmə faizi ola bilər və yaxud da bankın özü qəbul etmə faizi ola bilər. 24 manat deyil, kartınıza 22 manat, 23 manat belə otura bilər. Bu sizin bankla olan bankınızın faizinə görə dəyişə bilər. Təşəkkür edirəm. Videoları izləyin. Digərinə suallarınız olarsa kommentlərdə yazın. O barədə də videolar çəkib sizə təqdim edim.